Ekrana yaxın əyləşən qızlar, çünki təzə aldığım məhsullarla makyaj edirəm. İlk dodaqlarımı nemləndirdim, ardından məşhur olan Botenin qaş gelindən istifadə edirəm. Qaşları gün boyu mükəmməl sabitləyir. Artıq uzun zamandır istifadə edirəm və çox bəyənirəm. Makyaja başlayanda ilk qaşlarımı sabitləyirəm ki, sonra tonal krem falan dəyməsin. Sonra gözaltı patçilərimi çıxardıram. Gözün yorğunluğunu aradan qaldırır. Həm SPF, həm də nemləndirici tərkibli olan JM Solution'un bu məhsulundan istifadə edirəm. Bir sözlə mükəmməldir. Həm nemləndirici kimi, həm günəş kremi kimi, həm də makyaj altı baza kimi idealdır. Asanlıqla yayılır və dəridə qətiyyən ağ ləkələr buraxmır. Mənim fav məhsulumdur deyə bilərəm. Görün üzdə nə qəşəng durur. Ardından yeni aldığım tonal kremi istifadə edirəm. Eveline markasına məxsusdur. Nasita'nın kontur üçün olan fırçasını mən tonal krem üçün istifadə edirəm. Tonal kremi mükəmməl şəkildə yayır. Bu arada qızlar, video çoxdan çəkilib, ona görə də qaşlarım biraz səliqəsiz ola bilər. Mənim qaşlarım elə də sözə baxan qaşlar deyil. Çox tez uzanır və çətin sabitlənir. Fırça ilə yaydıqdan sonra sponj vasitəsilə dərimə otuzdururam. Bu arada qızlar, məhsullar sizə maraqlıdırsa, rəy bölməsində nömrələrini soruşa bilərsiniz. Ardından konsiler tətbiq edirəm. Tam videoda gördüyünüz şəkildə. Ümumiyyətlə L'Oreal'ın bu konsilerini çox bəyənirəm. Məndəki ən açıq rəngidir. Bunu da eyni ilə sonradan sponj ilə sabitləyirəm. Airspunun pudrası ilə göz altlarımı sabitləyirəm. Tam videoda gördüyünüz şəkildə ancaq göz altları. Ardından Vivien sabunun belə maye formasında göz teni var, onu istifadə edirəm. Gözlərimin ancaq kənar hissələrinə vururam. Fırça ilə kənarlara doğru dağıdıram. Bu arada istifadə etdiyim bütün məhsullar yenidir. Bu bronzer isə yeni deyil, çoxdan istifadə edirəm. Və demək olar ki, mənim ən sevdiyim bronzerlərdən biridir. Tam mənim rəngimə uyğundur deyə düşünürəm. Həmin bronzerdən azca gözlərimə də vururam. Sonra isə təzə əldə etdiyim highlighterı göz qapaqlarımda ortaya və içə doğru vururam. Bu məhsulu barmağımla yaydım. Çünki belə olduqda effekti daha qəşəng olur. Sonra isə Faberlicdən əldə etdiyim bu liner vasitəsilə asanlıqla linerimi çəkirəm. Gördüyüm ən gözəl linerdir. Bu liner sayəsində vaxtıma həqiqətən də çox qənaət edirəm və onu da qeyd etdim ki, qalıcılığı çox yaxşıdır. Sonra isə Vivien sabundan əldə etdiyim bu göz qələmini istifadə edirəm. Göz qələmi makyajı bir üst səviyyəyə daşıyır. Ardından isə yenə Vivien sabunun kabaret maskarasından istifadə edirəm. Maskaramı da tətbiq etdikdən sonra bronzerimlə burun konturunu edirəm burada. Təkcə bronzer burun konturuna kifayət edir. Göz makyajım daha qəşəng görsənsin deyə tonal krem fırçası ilə yuxarı doğru çəkirəm. Sonra yenə Vivien sabundan təzə əldə etdiyim bu ənlikdən istifadə edirəm. Pigmentasiyası çox yüksək olduğu üçün bir damcı vurmaq kifayət edir. Ənliyi mən daha çox alın bölgəmə də və eyni zamanda burun və çənə hissəmə də yaymağı xoşlayıram. Sonra isə highlighteri vururam. Gördüyünüz kimi zərif parıltısı var. Qətiyyən simsim durmur. Mənim ən çox sevdiyim dodaq qələmi Stays 764 nömrə. Demək olar ki, bütün lip komboları ilə gedir və düşünürəm ki, bir çox xanımın sevə biləcəyi rəngdir. Bu arada qızlar, videolarımda effekt yoxdur. Tam şəffaf şəkildə makyajın necə durduğunu görə bilərsiniz. Təzəlikcə əldə etdiyim bu dodaq boyasından da istifadə edirəm. Məncə gündəlik üçün, hətta ziyafət makyajları üçün ideal rəngdir. Dodağı qurutmur, nəmli saxlayır. Ən sonda isə olmazsa olmaz makyaj sabitləmə spreyi. Bunu vurduqdan sonra mütləq şəkildə qurumasını gözləmək lazımdır və budur, makyajım artıq hazırdır. Əgər keşfətdə video qarşınıza çıxıbsa, məni izləməyi unutmayın. Bəyəndinizsə rəylərdə bildirin.